Bismillahirrahmanirrahim. Əziz qardaşlar, sizə yeni bir möcüzə göstərəcəm. Yenə 1500 ilə yaxındır. Qurani-Kərim yer üzündədir. Yəni, heç bir kitabda yazılmayıb, heç kim tərəfindən göstərilməyib. Bu nədir? Deməli, qardaşlar, Qurani-Kərim Bismillahirrahmanirrahim ayəsi ilə başlayır. Bismillahirrahmanirrahim 10 hərfdən ibarətdir. Bə, sin, mim, əlif, ləm, hə, ra, ha, nun və yə. Yəni, 19 hərf olmağına baxmayaraq, cəmi 10 hərf orada-burada gəlməklə Bismillahirrahmanirrahim yaranıb. İndi, burada möcüzə nədir? Hərfi rəqəmə çevirəndə 632 gəlir. Möcüzə bundan ibarətdir. İndi bunu 633 də deyə bilərik. 632 də deyə bilərik. Möcüzə ondan ibarətdir ki, yerdə qalan hərflərin də rəqəmsal dəyəri 633-dür. Yəni 2 dənə 633-ün birləşməyi. Elə isə gəlin izah edeyim necə olur bu. Deməli, bə hərfinin rəqəmsal dəyər əbcəddə 2-dir. 2-yə ərəb isnəni deyər. Əlif, sə, nun, əlif və nun hərfindən ibarətdir isnəni. İsnəni nədir? Yəni 2. Sin hərfinin əbcəd dəyəri rəqəmə çevirəndə s hərfin eləyir 60. 60-ı ərəb sittun deyər. Mimə ərbəun deyər. Əlfə vahid deyər. Vahid 1-dir, ərbəun 40-dır. Ləm hərfi 30-dur. Sələsun deyər. Hə hərfi xamsətun deyər. 5 deməkdir. Ra 200-dür. Miətəni deyərlər. Ha hərfinə səməniyyətun deyərlər. Nun hərfinə xamsun deyərlər. Yə hərfinə əşəratun deyərlər. Və yaxud da əşərə və yaxud da əşərə və ya da əşəratun. Bu cür. İndi deməli, qardaşlar, biz hərfi rəqəmə çevirəndə necə rəqəmə çeviririk? Hərfi əlifba sırasına rəqəmə çeviririk. Yəni, bə hərfinin əlifba sırasında da dəyəri 2-dir. Əbcəd rəqəm sistemi ilə də 2-dir. Biz buna isnəni deyəndə əlif 1-dir. Sə hərfi 4-cü hərfdir. Nun 25-ci hərfdir. Buradakı nun da 25-dir. Elə də 55. Əlif hərfi oxunmur. Mən də oxumadım. Görürsünüz, qırmızı ilə yazmışam. Yəni oxunmur. Sittun 60 deməkdir. Və sin hərfin rəqəmsal dəyər 60-dır əbcəddə. Bunu əlifba sırası ilə oxuyanda sin əlifba sırasında 12-ci hərfdir. Tə 3-cü hərfdir. Nun hərfə 25-ci hərfdir. Vav oxunmur, mən də oxumadım. Elədi 40. Bax, bu sırayla gedəndə əlif, ərbəun kəlməsində əlif 1-dir, ra 10-cu hərfdir, bə 2-ci hərfdir, ayn 18-ci hərfdir, nun 25-ci hərfdir. Vav oxunmadım, mən də oxumadım. Ərbəun nə idi? 40 idi, amma rəqəmsal dəyər elədi 56. Sonra, vahid kəlməsi eləyir 40 topla 25. Niyə 40 topla 25 eləyir? Çünki əlif hərfin rəqəmsal dəyəri 1-dir. Vahidun deyəndə vav 26-cı hərfdir. Ha 6-cı hərfdir. Bəl 8-ci hərfdir. Tənvin isə n səsi olduğuna görə, nun səsi olduğuna görə, n da 25-ci hərf olduğuna görə 25-dir. Deməli, tənvin artıq nədir? 25-dir. Elə isə vahid 40-dır, tənvin də 25-dir. 40 topla 25. Sələsun 4-cü hərfdə sə, ləm 23-cü hərf, fə hərfi yenə 4-cü hərfdir, nun 25-ci elə də 56. Sələsun nə idi? 30 idi. Hə 5 deməkdir. Əbcəddə xamsətun olaraq yazılır. Xa 7-ci hərfdir, mim 24, sin 12-ci hərfdir. Tənvin deməli 25 deməkdir. Çünki tənvində n səsi var. N səsi də 25-ci hərfdir. Deməli, xamsə kəlməsi 43,
tənvin isə 25-dir. Bəs təmərbutəni niyə oxumadım? Təmərbutə hərf deyil, işarədir. Siz də deyərsiniz ki, bax, bu da hərf deyil də, işarədir. Biz sadəcə olaraq bu işarəni oxuduq, amma xamsətun kəlməsində təmərbutəni oxumadıq. Çünki təmərbutə elə işarədir ki, gah t səsini verir, yəni 3-cü hərf, gah x səsini verir, yəni 27-ci hərf. Müstəqil bir səsə sahib deyil. H da ola bilər, t da ola bilər. Vəqflə vəsildə fərqi var, dayananda və keçəndə. Biz amma tənvin isə mütləq bir səsi var. N səsi var və 25-ci yerdə yerləşən nun hərfi də. Sonra miətən 200 deməkdir, ra hərfin rəqəmsal dəyəri 200-dür. Mim 24-cü hərfdir. Əlif oxunmadı, mən də oxumadım. Burada həmzə var, həmzənin üstündə fətə var. Bunu mən oxumadım. Amma oxuya da bilərdim, amma oxumadım. İndi buna sonra qayıdacaq. Hal-hazırda oxumadım. Tə 3-cü hərfdir, əlif oxunmadı, mən də oxumadım. Nun hərfi 25, neçə elədə 52. Ha hərfi səməniyə kəlməsində tə 4-cü hərfdir, mim 24-cü, əlif oxunmadı, mən də oxumadım. Nun hərfi 25-ci, yə hərfi 28-ci, elədə 81, təmərbutə işarədə oxumadım. Tənvin isə 25-i bildirir, çünki nun səsi var burada. Xamsun 50 deməkdir, nun hərfi 50-dir. Xa 7-ci hərfdir, sin 12-ci hərfdir, nun hərfi 25, elədə 68. Yə hərfi 10 deməkdir, əşərətun olaraq yazılır, əyn 18-ci hərfdir, şin 13-cü, ra 10-cu və elədi deməli 41. Amma 25 də var, 41 topla 25, çünki tənvin burada var. Deməli, cəmi neçə elədi? 632. Möcüzə nədən ibarətdir burada? Möcüzə ondan ibarətdir ki, Bismillahirrahmanirrahimdə 10 hərf var. 10 hərfi adın rəqəmlə yazanda, məsələn, B2-dir, bu cür yazanda, hərfin adın bə isnəni deməkdir, isnən ərəb dilində 2-dir, bunu isnənin artıq əlifba sırası ilə yazanda rəqəm gəlir çıxır 632-yə. 632 nədir axı? Peyğəmbərin ölümü, həm də Quran-ı Kərimin dayanması, onun əhl-i beytinə səlavat və səlam olsun, həm də Quran-ı Kərimin sonlanması. Deməli, Bismillahirrahmanirrahimdə 10 hərf var idi, düzdürmü? 10 hərf tamamlanandan sonra Bismillahirrahmanirrahim yarandı. 10 hərfdən birini çıxarsaq, artıq Bismillahirrahmanirrahimi yaratmaq mümkündür. Ərəbdə 28 hərfin 10 hərfi iştirak edir. Bu 10 hərfi də rəqəmə çevirəndə 632-dir. 632-də də Quran-ı Kərim dayanır artıq. Gəlir, kamilləşir, dayanır və Həzrəti Peyğəmbər dünyadan gedir. Fikir verirsiniz. İndi biz bunu 632 yox, 633 də oxuya bilərdik. Niyə oxuya bilərdik o cür? Çünki miətən kəlməsində bax bu həmzə ki var üstündə fəthə. Onu oxumadım. Onda 52 yox, 53 deməliydim. 53 deyəndə olur 633. Hə, nə olsun, 633 nə deməkdir? 633 də Quran-ı Kərimin dayanmasıdır. Niyə? Çünki 632-də Peyğəmbər dünyadan gedir. İyun ayında, 6-cı ayda. Artıq 633-dən başlayaraq Quran-ı Kərimin sonudur. Çünki 632-də Quran həm var idi, həm gəlirdi hələ. Quran-ı Kərim gəlirdi, vəhy gəlirdi. Nə zamandan vəhy kəsildi? 633-dən. Ta 633-ün elə bir günü yoxdur ki, o vaxt vəhy gəlsin. Deməli, 633-də Quran-ı Kərim nə idi? Sonudur. Həm 632, həm 633. Baxır, hansı gözlə baxırıqsa. İndi məsələ budur ki, bu 633 var ha, Quranın sonu. Bu, yerdə qalan hərflərdə görsənir. Yəni, yerdə hansı hərf qaldı? Mim, 2 dənə mim qaldı. Çünki Bismillahirrahmanirrahimdə neçə dənə m var? 3 dənə. Birini hesablamışıq, 2-si qalıb. Bu 2-ni də hesablasaydıq, mimin rəqəmsal dəyəri neçə idi? 56. Neçə dənə ra var? Birini hesabladıq, ra 200-dür.
Amma ikinci ranı hesablasaydıq 52 olardı. Ha birini hesablamışıq, birini də hesablasaq 81 olardı. Ha'nın da nə cür gəlir? Səməniyyətun gəlir. Səməniyyətun. Tunda tənvin də 25, 81 topla 25. Məsələn, neçə dənə ləm qaldı hesablamadığımız? Bismillahirrahmanirrahimdə 4 dənə ləm var. Birini hesaplamışıq, amma 3'ü qalıb. Bu 3'ünü də hesablasaydıq ləmlərin 56, 56, 56 eləyir. Əlif, 4 dənə əlif var Bismillahirrahmanirrahimdə. 4 dənə hərfdən birini hesablamışıq. Yerdə qalıb 3'ü. 3'ünü də hesablasaq neçə olardı? 40, 40, 40 əliflərin rəqəmidir. Çünki vahid, vahid, vahid gedir. Amma vahidun, vahidun, vahidun getdiyinə görə 25'lər, yəni tənvinlər də bura artırılır. Elə 633. İndi burada söhbət nədən gedir? Söhbət ondan gedir ki, bax, deməli, Bismillahirrahmanirrahimdə bunu biraz buradan başlayıb yazmışam. Ola bilər ki, çaşa bilərsiniz. Bəni, sini, mimi hesabladıq. Əlfi hesabladıq. Ləmi, fikir versiniz, qara hərflə yazdıqlarını hesabladıq. Həni hesabladıq. Ra'nı hesabladıq. Ha'nı, nunu və yəni hesabladıq. Amma 10 dənə hərf hesabladıq. Amma yerdə neçə dənə hərf hesablamadıq? Bu mimi hesablamamışdıq. Bu mimi hesablamamışdıq. İkinci ra'nı və ikinci ha'nı hesablamamışdıq. Bu ləmi və ikinci ləmi və üçüncü ləmi hesablamamışdıq. Əliflərdən olaraq, məsələn, bu əlfi 1 əlif, 2 əlif və 3 əlif. 3 dənə əlfi hesablamamışdıq ki, bunları da hesablayanda, bunları bayaq sizə göstərdim. Neçə eləyirdi? 633. Bəs burada möcüzə nədən ibarətdir? Möcüzə ondan ibarətdir ki, 2 dənə 633'dür. Yəni, Bismillahirrahmanirrahimdə bir 19 hərf var. 19 hərfin, əgər biz əlifi məqsuranı da saysaq, hərfin sayı eləyir 20. Fikir verin, Bismillahirrahmanirrahimdir. Görün neçə dənə hərf var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19. 19 hərf var. Əlifi məqsuranı da hesablasaq, eləyir 20 dənə hərf. Amma hesablamasaq 19 hərf var. Bizdə 10 dənə hərf hesabladıq. Çünki 10 hərf orada burada gəlməklə hesablanır. Yerdə qalan hərflər ki var, yerdə qalan hərfləri də hesabladıq ad dilini. Neçə elədi? 632. Bu eləmişdirsə 633 də bu elədi. Əslində bunun özündə 633 hesablaya bilərik. Nə üçün? Burada miətən kəlməsində həmzənin üstündə fəthə gəldiyinə görə oxunur deyərək hesablasaq, bunu 52 yox 53 eləsə eləyir 633. Fikir verin necə möcüzə nədən ibarətdir? Quran-ı Kərim 633'də qutarır. Artıq 632-ci ildə Quran-ı Kərimdə hansı ayələr gəlib? O 633'də heç gəlməyib. Amma Bismillahirrahmanirrahimdə də hərfləri iki siyaranda işlənən hərflər, bir də təkrar işlənən hərflər. Hərflərə baxanda əlifba sırası ilə 633 budursa, bu da 633'dür. Fikir verin, möcüzədir bu. Həqiqətən Quran-ı Kərimin riyazi möcüzəsidir.